Bilən bir ki, bir də həmə elə bütün stand-upları. Bilən bir. Subut eləyər. Getdik. Getdik. Bugün Abbasqulu Bakıxanovun adını daşıyan qəsəbə və qəsəbə daxilində ərazidə əvvəllər istehsalat sahələri, həmçinin ayda yenidən qurma işləri çərçivəsində elə Bakıxanov dayanacağında da əsaslı işlər görülür. Yeni turniket bir də. Stand-up'ın hamısını mənə deyir, amma sən orada işləyirsən ya. Binam şair deyir ki, mən də bu havalarda darıxıram, bilirsən. Ha tərəfə boylanım, hansiyanla gəlirsən. Bakıxanov da, qeybiz qeyri. Azərbaycanın ilk tarixçilərindən biri, məşhur Gülüstan İrəm əsərinin müəllifi Abbasqulu Ağa Bakıxanov. O, Gülüstan və Türkmənçay müqavilələrində tərcüməsi qismində iştirak edib. Bugün Bakıxanovun adını daşıyan həm qəsəbə, həm də dəmir yolu dayanacağı var. Sabunçu rayonunda yerləşən Bakıxanov dayanacağı ilk dəfə 1926-cı ildə istifadəyə verilib. Bakı Sabunçu xəttində yerləşən dayanacaq ölkəmizdə ilk elektrikləşdirilmiş dayanacaqlardan biridir. Əvvəllər bu ərazilərdə istehsalat sahələri və zavodlar çox yerləşirdi. Məhz elə bu səbəbdən də həm də bu dayanacaq yük daşımada olduqca geniş istifadə olunurdu. Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə Bakı Sabunçu xəttində yenidən qurma işlərinə başlanılır. Məhz yenidən qurma işləri çərçivəsində Bakıxanov dayanacağında da təmir işləri start götürür. 2019-cu il tarixində uzunluğu 10 metr olan yerüstü piyada keçidi, həmçinin iki yeni turniket binası istifadəyə verilir. Onu da qeyd edim ki, dayanacağın ümumi sahəsi 7000 kvadrat metrdir. Baş plana əsasən Bakıxanovdan Zirəyə doğru Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və sonda Zirədə 8 stansiyadan ibarət xəttin istifadəyə verilməsi nəzərdə tutulur. Bu həftə sizə Bakıxanov dəmir yolu dayanacağından xəbər verdik. Abşeron dairəvi dəmir yol xəttinin daha bir dayanacağı ilə sağollaşırıq. Bakı vağzalından başladığımız yolun elə Bakıda bitməsinə son 2 dayanacaq qaldı. Növbəti dəfə, növbəti stansiyada görüşmək ümidi ilə. Hələlik. Yanan çıraq günəşdən də işıqlıdır. Məhəbbətle yanan çıraq, məhəbbətle yanan çıraq, güneşten de ışıqlıdır.